Məsələ 5. Çevrənin uzunluğu 1 metr artarsa, onun radiusu nə qədər artar? Həlli. Çevrəni çəkirəm. Tutaq ki, bu çevrənin radiusu R-dir. Onda çevrənin uzunluğu 2pi R olar. Və ikinci çevrənin uzunluğu 1 metr artan çevrənin uzunluğunu qeyd edək. Fərz edək ki, çevrənin uzunluğu 1 metr artdı. Onda bu yeni çevrənin radiusu R plus x qədər artar tutaq ki. Və burada olacaq çevrənin uzunluğu radius R plus x olanda 2pi R plus x olar. Və bu 1 metr çoxdur. Onda birinci çevrənin uzunluğu 2pi R 1 metr artdıqda bərabər olacaq 2pi R plus x-ə. Sağ tərəfi açırıq. 2pi R plus 1 bərabərdir. 2pi R plus 2pi x. 2pi R'lər islah olur. Alırıq buradan 2pi x bərabərdir vahidə. X bərabərdir 1 bölə 2pi. Beləliklə, çevrənin uzunluğu 1 metr artarsa, onun radiusu 1 bölək 2pi qədər artar.